Sizə əla xəbərlə gəlmişəm. Bugün sizinlə Ausbildung haqqında biraz ətraflı danışacağım. Ausbildung nədir? Ausbildung dual proqramdır. Yəni ikili proqram. Həm təhsil alırsınız, həm də işləyirsiniz. Bu proqram Almaniyaya məxsusdur və Almaniyada qanuni olaraq həm işləmək, həm yaşamaq icazəsi verir. Ausbildunga qəbul olmaq üçün sizin alman dili səviyyəniz minimum A2-dən B2-yə qədər olmalıdır. Ausbildung proqramını Almaniyada real iş praktikasında həyata keçirirsiniz. Bunu maliyyələşdirən şirkətlərdir. Və ağlınızdan keçən istənilən sahədə siz Ausbildung eləyə bilərsiniz. Bura həm sənaye, həm xidmət sektoru daxildir. Ausbildungun üstünlükləri ondan ibarətdir ki, sizə işə götürən maaş ödəyir. Və bu maaş Almaniya üçün təbii ki, minimal maaş sayılır, amma Almaniyada yaşamaq üçün kifayətdir. Minimum başlayan məbləğ 900-950 avrodan 1200, 1300, 1400, hətta 1500 avroya qədər çata bilir. Və bu ildən ilə maaşlar təbii ki, qalxır. Və Ausbildung proqramları 2 ildən 3 ilə qədər olduğuna görə siz artıq bu təhsili bitirəndən sonra iş praktikasına yanaşı bunu həyata keçirəndən sonra siz artıq Almaniyada tanınan diplomlu bir mütəxəssis olursunuz. Yəni siz bir peşə sahibi olursunuz. Və bu artıq proqram bitirəndən sonra eyni elə işlədiyiniz, yəni praktika keçdiyiniz şirkət sizə artıq Almaniyada ciddi bir maaşla iş təklifi verir və yaxud da digər bir şirkətlərdə siz iş axtarıb tapa bilirsiniz. Maaşlarınız artıq sizin minimal deyil, orta və dərəcə ilə təbii ki, təcrübə əldə etdikcə daha yuxarı qalxır. Biz sizə Ausbildung proqramı ilə bağlı bütün xidmətləri göstərməyə artıq hazırıq. Çünki Almaniyada partnyorlarımız var və burada A-dan Z-ə olan bütün xidmətləri biz əhatə edə bilirik. Ausbildunga müraciət etmək üçün sizin minimal təhsiliniz orta təhsil olmalıdır. Hətta natamam orta təhsillə də müraciət edə bilərsiniz. Yəni 9-cu sinifin attestatı varsa, siz artıq Ausbildunga müraciət edə bilərsiniz. Ausbildunga müraciət etmək üçün biz sizə uyğun olacaq peşələrə əsasən şirkətlərə müraciətlər eləyəcəyik, sizin motivasiya məktubunuzu hazırlayacaq, sizin CV-nizi hazırlayacaq, müraciətlər edildikdən sonra cavablar gələcək və sizin Ausbildung viza prosesinə keçəcəyik. Ausbildung haqqında ətraflı məlumat istəyirsinizsə, kommentdə PDF sözünü yazın, biz sizə Ausbildung haqqında yazılı dolğun məlumat yollayaq. Tamamilə ödənişsiz.